Mən mahiyyətcə ötən müddətin hesabatını vermək istəyirəm. Və mahiyyətcə hesabat ondan ibarətdir ki, ötən müddətin ərzində Azərbaycan hökuməti qarşısına məqsəd qoymuşdur ki, Azərbaycanın real müxalifət qüvvələrini sıradan çıxarsın. Bu bir təsadüf deyildi. Ayrı-ayrı məmurların özbaşınalığı deyildi. Azərbaycandakı hüquq sisteminin yaratmazlığı deyildi. Bu, İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinin məqsəd yönlü proqram vəzifəsi idi. Elan da eləmişdilər ki, 2008-ci ilə qədər real müxalifət sıradan çıxarılsın. Bizə qarşı olan bütün o təzyiqlər, təqiblər, strukturlarımızı dağıtmaq cəhdləri ona yönəlmişdi. Və mən bu günləri sizə deyə bilərəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, sizlər bu sınavdan şərəflə çıxdınız və bütün təzyiqlərə baxmayaraq, çoxsaylı həbslərə, həddindən artıq zoraki davranışlara, qeyri-mənəvi davranışlara, təzyiqin bütün formalarına baxmayaraq, Azərbaycan Xalq Cəbhəsini, Azərbaycan xalqının avangard qüvvəsi olaraq, mübariz qüvvəsi olaraq qoruyub saxlaya bilmişik. Və bu günləri biz əgər 80 rayon təşkilatından 526 nümayəndə seçməklə bu qurultaya çağırmışıqsa, bütün ölkənin coğrafiyasını əhatə eləməkdə davam eləyiriksə, əgər hamımız bu qədər repressiyalardan sonra bu təşkilatın sıralarında inamla ön cəbhədiyiksə, deməli biz bu sınavdan uzaq çıxmışıq və bu bizim əsas hesabatımızdır. Hörmətli xanımlar, hörmətli bəylər, bəli, Azərbaycan hakimiyyəti hər şey eləyirdi ki, Azərbaycan hakimiyyətinə alternativ olmasın. Azərbaycan cəmiyyətini tamamilə total nəzarətə götürsünlər. Hər kəs bunlarla hesablaşsın. Hər kəs Azərbaycan hökumətinin cızdığı bu cızıqdan, bu sərhədlərdən kənara çıxa bilməsin. Siyasi partiyada, qeyri-hökumət təşkilatı da, mətbuat orqanı da, jurnalist də, hər bir vətəndaş da onların qaydası ilə rəftar eləsin. Onların qoyduğu qaydalarla oturub dursun və cəmiyyətdə bir itaətkörlük yaratsınlar, bir alternativsizlik yaratsınlar. Çalışırdılar ki, Azərbaycan cəmiyyətinin bütövlükdə sabaha ümidini məhv etsinlər, inandırsınlar bizim insanımızı ki, elə belə də davam edəcək, elə hər zaman sülalə hakimiyyət olacaq. Bundan sonra o bir ailə üzvü, sonra o bir ailə üzvü və beləliklə Azərbaycan xalqının özünə inamını, sabaha ümidini məhv eləsinlər. Bu siyasətin mənası o idi ki, mübarizə ocaqları söndürülsün, mübarizə adaları bir-bir işğal olunsun. Alternativ olmasın. Biz isə buna qarşı özümüzün alternativliyimizi təqdim etdik və bütün bu təzyiqlərə baxmayaraq Azərbaycanda qəsb olunmuş hakimiyyətə qarşı mübarizə ocağını sönməyə qoymadıq. Azərbaycan xalqının hamısının bu rejimə itaət etməsinə imkan vermədik. Ona nail olduq biz. Azərbaycan hakimiyyəti istəyirdi ki, Azərbaycan xalqını siyasətdən uzaqlaşdırsın. Bir sıra çirkin adamları siyasətə buraxıb, belə bir tez hissə buraxmışdılar ki, siyasət çirkin peşədir. Azərbaycan xalqını siyasi proseslərdən uzaqlaşdırmaq, hətta iyrəndirmək istəyirdilər. İstəyirdilər ki, heç kim siyasətlə məşğul olmasın ki, onların əlinin üstündə əl olmasın, onlara nəzarət eləyənlər olmasın. Öz dəyərlərini ölkəyə yaymağa çalışırdılar. Bəli, Azərbaycanda uzun illər ərzində çalışdılar ki, hamı onlar kimi yaltaqlığa, məddahlığa, oğurluğa, yalançılığa, ikiyüzlüyə səcdə eləsin. Öz dəyərlərini Azərbaycanda hakim dəyər eləmək istədilər. Biz isə öz dəyərlərimizin keşiyində durduq. Biz isə izah elədik ki, bəli, zaman ola bilər ki, insanlar kütləvi şəkildə qorxunun nəticəsində şəraitlə uyğunlaşa bilərlər. Kütləvi şəkildə insanlar itaətkarlıq göstərə bilərlər. Amma heç zaman insanlıq yaltaqlığa, qorxuya, məddaha, oğurluğa sitayiş eləyə bilməz. Biz bu dəyərləri lənətlədik, ona qarşı doğruçuluğu, mərdliyi, mübarizliyi, bir sifətliyi qoyduq və biz buna bacardıq.
Azərbaycan hökuməti istəyirdi ki, iri miqyaslı repressiyalarla, sərt davranışla Azərbaycan hökumətinin üstünə gələnləri elə sustursun ki, hər kəs bundan dərs götürsün, repressiyalardan qorxaraq yenidən Azərbaycan hökumətini açıq tənqid etməsin. Azərbaycan hökuməti istəyirdi ki, elə şərait yaratsınlar ki, İlham Əliyevin adının ətrafında bir tabu yaransın. Adamları qorxuzurdular ki, onu tənqid eləmək olmaz. Xüsusilə də Qənimət bəy kimi, Eynullah bəy kimi, Mirzə Sakit kimi iti qələmli jurnalistlər həbs olunandan sonra, Elmarın ölümündən sonra açıq şəkildə cəmiyyətə mesaj verirdilər ki, İlham Əliyevin adını tuta bilmərsiniz. Deyə bilməzsiniz ki, bu korrupsiya piramidasının başında o durur. Amma biz bu tabunu dağıtdıq, qorxmadıq və açıq şəkildə dedik ki, bu sistem öz başına yaranmayıb, bu oligarklar öz başına bir yerə toplanmayıb, bu oğruların hamısını hakimiyyətə İlham Əliyev dəvət eləyib, bu korrupsiya piramidasının başında da İlham Əliyev özü durur. Cəhdlər oldu ki, Azərbaycan cəmiyyəti susturulsun. Açıq demək lazımdır ki, müəyyən məqamlarda adama elə gəlirdi ki, onlar buna nail ola bilərlər. Amma mənim adını çəkdiyim dostlarımızın xidmətindən, digər repressiyaya məruz qalmış insanların xidmətindən, sizin hər birinizin xidmətindən bu qorxunu, bu xofu bütövlükdə 8 milyonluq insanların qəlbinə yerləşdirə bilmədilər. Biz ona nail olduq ki, həmin o repressiya maşınının dişləri xalq cəbhəsinin fəal üzvlərinə ilişib, sınıb dağıldı. Artıq o repressiyalar Azərbaycan cəmiyyətində hökumətin hesabladığı xofu yarada bilmədi və bu günləri biz fəxr edirik ki, vicdan məhbusu olaraq azadlıqdan məhrum edilmiş insanlar da Eynullah bəy, Ruslan Bəşirli, Emin Milli, Adnan Hacızadə hətta həbsdə də öz mübarizələrini davam etdirirlər. Söz azadlığı uğrunda, azadlıqlar uğrunda mübarizəni orada da davam etdirməyin mümkünlüyünü göstərirlər. Deməli, hökumətin total qorxu yaratmaq, xof yaratmaq, itaətkarlıq yaratmaq siyasəti keçmədi. Ona görə keçmədi ki, minlərlə fədakar insan bu mübarizənin önündə getdi. Ona görə keçmədi ki, Azərbaycanın düşünən insanları, əqidəli insanları bu tendensiyaya yox dedilər. Mən əlbəttə ki, ilk növbədə xalq cəbhəsi üzvlərinin mərdliyini, mübarizliyini vurğulamalıyam burada. Amma eyni zamanda onu demək lazımdır ki, bütövlükdə Azərbaycan cəmiyyətinin potensialı bura səfərbər olunmasaydı, Azərbaycanın yazarları, xüsusilə Azadlıq qəzeti başda olmaqla, Azərbaycanın müstəqil mediası, orada çalışan müstəqil jurnalistlər həyatları, azadlıqları bahasına olsa da həqiqətləri dayanmadan, usanmadan deməsəydilər, yazmasaydılar, Azərbaycanın gənc ədəbi nəsli, Azərbaycanın tanınmış köşə yazarları, həqiqətən vətəndaş cəmiyyətini layiqlə təmsil edən, vətənin doğrudan da demokratikləşməsi üçün çalışan insanları hamılıqla bu qara güruha qarşı dayanmasaydılar, bu repressiyaların qarşısına sipər çəkməsəydilər, onlar istədiklərinə nail ola bilərdilər. Amma bizim hamımızın bircə səyimiz əlbəttə ki, bu prosesin keçməyəcəyinə təminat yaratdı. Biz artıq hamımız bilirik ki, o mərhələ arxada qalıb. Bundan sonra da yəqin təzyiqlər olacaq. Bundan sonra da rejim son gününə qədər bacardığı üsullardan istifadə edəcək, repressiyalardan istifadə edəcək. Amma artıq bir fakt başa çatıb, bir faktdır artıq. Azərbaycan cəmiyyətini susturmaq mümkün olmayacaq. Azərbaycan cəmiyyətini ram etmək, bir partiyalı sistemə tabe etdirmək mümkün olmayacaq. Və bu ona görə mümkün olmayacaq ki, Azərbaycan xalqı həqiqətən də böyük xalqdır. Mən xüsusi olaraq vurğulamaq istəyirəm. Baxın, Azərbaycan hökuməti öz siyasətini həyata keçirmək üçün, xalqı aldatmaq üçün nələrdən istifadə etmədi? Onun sözünə inansınlar deyən, hələ Sovetlər dövründən müəyyən nüfuz qazanmış ziyalıları öz tərəfinə çəkdim. Müxtəlif üsullarla onları stimullaşdırdı. Öz sözünü onların dili ilə dedizdirdi ki, bəlkə xalq inanar. Amma xalq inanmadı, əksinə
həmin o yalanı deyən adamları dəftərindən sildi. Hakimiyyət neynədi? Müstəqil mətbuatı satın aldı bəzilərini. Müstəqil yazarların dili ilə özünün saxtakarlığını təbliğ elədi. Dedi, bəlkə indi inanar. Çünki dünənə qədər həmin jurnalisti, həmin qəzeti müstəqil kim tanıyırdı axı. İndi onların dili ilə öz təbliğatımızı aparaq. Amma bu xalq rədd etdi, qəbul etmədi. Dedi ki, siz artıq dünənki deyilsiniz. Sizin artıq avazınız eyni olsa da mahiyyətiniz dünənki deyil. Həmin bu saxtakarları, yolundan dönmüşləri rədd etdi. Azərbaycan hökuməti neylədi? Bizim içimizdən zəif yerlərimizi tapdı. Maddi neymətlər mənsəb bahasına onları məcbur etdi ki, sıralarımızı tərk etsin. Öz təbliğatını onların dili ilə dedizdirdi. İçimizdən çıxmışlar, bu düşərgədən çıxmışlar, başladılar hökumətin təbliğatçısı olmağa. Hökumət düşündü ki, indi yəqin inanacaqlar Azərbaycan xalqı. Axı bunlar dünənə qədər müxalifətçi idi, cəbhəçi idi, musavatçı idi, başqa bir müxalifət partiyasında fəaliyyət göstərirdi. İndi onların sözünə inanacaqlar. Amma baxın, bizim bu müdrik xalqımız elə birinci çıxışdan sonra bu adamları dişə vurub dedi, yox, siz o deyilsiniz artıq.